Salam, hər vaxtınız xeyir. Deməli, sonuncu bölmənin 54-cü sualdan davam edirik. Bismillah. 54. 54'te deyir ki, birinci Ebu Mn 20'ye beraber. Yani M'imiz 20K'dır. N'imiz N'imiz da 21 ilm. Aydındır mı? İkincisinde deyir ki Ekob Mn 7'dir. Deməli, buradan biz alırıq ki, bakın birincide Ebob'u verir, ikincide Ekob'u verir. Üçüncüde ise deyir ki, yani ikinciye biz ne alabiliriz? M ve N'den biri 1'dir, biri 7'dir. Aydındır. Bunların ekobları 7'ye beraberdir. Ya bu hal mümkündür, ya Nizami 1, Mehmet 7 bu hal mümkündür, ya da her ikisi 7 olabilir ki ekobları 7 olsun. Üçüncüde ise Ebob Mn 15'tir. O demek ki Mehmet beraberdir 15K, Nizami beraber olur 15 F. Gelin 1, 2, 3'ü yazak. Buradan alırız ki kırmızıdan yazak. Birinci deyir ki M ve N ədədləri 4'e bölünür. O yalnız birinci aittir. Deməli birinci A bəndə yazdı. Çünkü 20K ve 20L 4'e bölünməli. Doğrudur. M ve N ədədləri həmişə 3'e bölünür. Həmişə 3'e bölünür üçüncüdə. Deməli 3'e B bəndə yazdı. M ve N ədədlər qarşılıqlı sadə ədədlər ola bilər. Baxın, əmr eləmir. Ola bilər deyirsə, bəli, qarşılıqlı sadə ədədlər ola bilər. Deməli, C'ni yazırıq 2'ye. Keçdi. M ve N ədədləri həmişə 10'a bölünür. Birinci doğrudur. Deməli, birinci D bəndə yazırıq. M ədədi, N ədədi yalnız 2 fərqli natural qiymət ala bilir. Y bəndi çox maraqlıdır. Mn birincidə və üçüncüdə çoxlu qiymətlər ala bilir. Amma ikincidə ya M1 N7'dir, ya N1 M7'dir. Deməli M və N ədədləri 2 fərqli qiymət ala bilər. Y bəndində yazır 2'ye. Niye? Çünkü ya 1 ya 7 ala bilər. Doğrudur. Devam edək. 55-ci sualımız. Bir uyğunluğu müəyyən edin. 55'in birincisi yine deyir ki M ve N ədədlərinin əbubu 18'dirsə M 18K'dır, N 18 bir T'dir. İkinciye baxaq. Deyir Ekob Mn 11'dir. Burada yine iki varyant var. Ya M1 N 11'dir, ya M11 N1'dir veya her ikisi 11'dir. Bu varyant olabilir. Üçüncüde deyir ki Ebob Mn 45'dir. Deməli M 45K'dır. E 45 T'dir. Bir hərəkdir. 1, 2, 3. Yazaq görək nə alabiliriz? Deyir M ve N ədədləri həmişə 15'e bölünür. Bəli. Bu üçüncüdə mümkün. Deməli 3'e yazıq A bəndi. Həmişə 15'e bölünür. M N ədədləri həmişə 2'ye bölünür. O birinciye aittir. Yani birincide 18K ve 18T 2'ye bölünməlidir. Doğrudur. M ve N ədədləri qarşılıqlı sadə ədədlər ola bilər deyir. Bu yalnız 2'ye aittir. 2'ye yazır C bəndi. Qarşılıqlı sadə ola bilər. Olmaya da bilər. Yani her ikisi 11 olanda qarşılıqlı sadə değil. Yani yumuşaq dediği için biz 2'ye C bəndi götürə bilərik. M ve N ədədləri həmişə 6'ya bölünür. Bu da 1'e aitdir. 1'e D bəndə yazdık. M ve N ədədləri, yəni M ədədi və yaxud da N ədədi yalnız 2 fərqli natural qiymət ala bilir. Bunu hansına yazabilirik? 2'ye. Deməli 2'ye yazdıq. Y bəndi. Deməli 56 sualımız. 56'da ne istəyir? Deyir ki A ve B'nin ortak olmayan sadə qruplar hasıl olan C 4'dür. Buradan biz ne almış olabiliriz? Ebob 6'dırsa bizim belə düsturlarımız var. Bakın Ekob beraberdir. Ekob AB beraber olur. Ebob vurulsun C yazan. AB'ni yazmaya yer olmadı ona göre. A vur B ise bir defa de ne var? Ebob vurulsun Ekob beraber olur. Ebob AB vur Ekob AB beraber olur. A vur B'ye. Biz bunlardan alırız ki 1, 2, 3. Bir de ne deyildi? Ebob 6'dır.
Əgər əbobu biz C'ye vursaq əkob olar mı? Deməli 6'nı 4'e vursaq 24. 24 bizdə C bəndində var. Vergül. Sonra EBOB AB 4'tür. Bakın EBOB AB 4'tür. 4'ü 4'e vursaq 16. Deməli əkob 16 olan yoxdur. 8'i 4'e vursaq 32. 32 olan var. Deməli biz nə aldıq? C bəndini istifadə elədik. Bir də D bəndi də 3'ə aiddir. 3'ə də D bəndi yazdıq. Bunlar getdi. Gəlirik A vur B 64. Deməli A vur B, EBOB vur əkob. Tutaq ki 1'ə aiddirsə, mesela bunu təxmin edəsə. Tutaq ki 1'ə aid. 6'nı biz EBOB'u 24'e vurduqda ne olur? 144. Deməli 144 olan B bəndi var. 1'e B bəndə yazmaq olur. Doğrudur. Gəlirik bura. Sonra nə edə bilərik? Qaldı bizdə hansı? Deməli B bəndi getdi. A bəndi və Y bəndi qalır. A vur B 64'tür deyirik. Bakın görək bunu. Birinciye ait elədik. 144 oldu, yaramadı. Gel ikinci ait edək. Baxaq görək ikinciye uyğundur mu A bəndi? Deməli A vur B, EBOB vur əkobdur. Bizdə EBOB'u 4'dürsə, gətirib burada yerinə yazsaq. Deməli A vur B hasili həm də bərabərdir. A vur B bərabərdir. EBOB'un kvadratı vurulsun C. Buna uygun bir varyant baxaq görək var mı? Bakın EBOB'un yerine 4 yazsaq. 4'ün kvadratı 16. 4'e vursaq 64. Deməli 2'ye yazdıq A bəndi. A bəndi getdi. Qaldı bir dənə Y bəndi. Deməli AB'nin yerine biz EBOB kvadratı vur C yazsaq. C'ler ixtisar getsə. EBOB'un kvadratı 64 olan bənd. 3'e de yazacağıq Y bəndi. Deməli 1'e B, C oldu. Yerini dəyişik yazsaq da problem değil. 2'ye A yazdık. 3'e de D, Y yazmış olduk. Keçək. Növbəti sualımız 57. 57 ne deyir? Deyir A ve B ədədlərin ortaq olmayan sadə qrupların hasili 57. Yəni C'miz bərabərdir 5'dir. Yenə də eyni qaydalarla yazırıq. 1, 2, 3 yazsaq. 1'e EBOB 5'dir. Biz 5'in kvadratını 5'e vursaq, bayaq dedik ki EBOB kvadratı vur C bərabərdir A vur B'ye bərabərdir. Yəni 5'in kvadratı 25'i 5'e vursa 125 eləyir. Deməli 1'e yazdı Bakı bənd. Bakı bəndini yazdı. Bu getdi. Sonra əkob bərabər idi. EBOB vurulsun C. Deməli 1'dən EBOB 5'dir, C'de 5'dir. 5'i 5'e vursaq 25. Deməli 1'e biz C bəndə yaza bilirik. Deməli C bəndində yazdı. Əkob AB 75 olan variant. Baxaq görək 3'ə uyğundur. 15'i 5'e vursaq, 15 olan bu 15'i C'nin 5'ine vursa 75 edir. Deməli 3'ə D bəndi yazdı. Bu da getdi. Gəlirik bizim A və Y bəndlərimiz qaldı. Gəlin A bəndlərə baxaq. Biz deyirik ki AB hasili EBOB vur əkobdur. Tutaq ki bizdə əkobumuz 75'dir. Biz bunu EBOB olan, bakın 15'e vursaq 500 eləyər? Yox, eləməz. Bu getdi. İndi gəlin 2'ye baxaq. Deyir ki EBOB AB 10'dur. Onun kvadratı 100. 100'ü 5'e vursaq 500 eləyir. Deməli 2'ye cavab olacaq A bənd. A bəndə həll oldu. Gəlirik AB böl C. Bizdə olur EBOB'un kvadratı. EBOB'un kvadratı 225 olan cavabda 3 var. 3'e de cevap yazacağıq. Y bəndi. Devam edək. 58. sualımız. Çox maraqlı sualdır. Deyir ki A və B ədədlərinin A ədədi B'nin natural böləni olarsa, sizcə A çoxdur B? A B'nin bölənidir. Deməli B A'dan böyükdür. Onda biz nə yaza bilirik? Deyir ki B A'dan böyükdürsə, bunların yani AB'nin ekobu B olacak, EBOB'u A olacak. Bakın ekobu B olacak, EBOB'u A. B bölü A olan cevap var mı? Var. 1'e biz yazdık D bənd. Bakın 1'e D bənd yazabildik. Keçdik. Ekob AB çıx. EBOB AB'ni tapın deyir. Deməli ekoba biz yazmışıq B, EBOB'a yazmışıq A. B çıx A olan cevap var mı?
var. Deməli 2'ye yazmışıq biz cavab C'dən. Bunu da tapmışıq. Əkob AB üstə gəl əbob AB bərabərdir. Birinə B yazdıq, birinə A yazdıqsa A üstə gəl B. Deməli 3'e də yazdıq B ben. Bunlar hələlik hazırdır. İndi baxaq görə A bölü B olan variant var mı? Yoxdur. Yəni yoxdur da. Çünki B bölü A varsa A bölü B yoxdur da. 2B üstə gəl A'dır. Bu da uyğun olmaz. Deməli 58'de ne oldu? 1'e D bəndi oldu. 2'ye C bəndi oldu. 3'e də Bakı bəndi olmuş oldu. 59. Bir C ədədi A ve B natural ədədlərin ortak olmayan sadə qrupların hasilidir. A ve B'nin uyğunluğu müəyyən edin. 59'da 1, 2, 3. Yazaq görək necə uyğunluğu. Deməli birinci addımımız budur. A 2, 2, 3'tür. B ise 2, 3, 5'tir. Biz ne alabiliriz? 1 üçün 1'de alırıq ki, bakın 1'de alırıq ki, her ikisinde olan, deməli 1'in ebobu, bakın ebobu olacak her ikisinde olan. 2 her ikisinde var, 3 her ikisinde var. Ebobu olacak 6, C'si olacak, o birisi 2 vurulsun 5, yani 10. 1'i tapdık. 2'ni tapar, 2'nin ebobu olacak, dikkat edin, ebobu olacak 1. Niye 1 olacak? Çünkü 2, 7, 5, 11. Ortak ismi yok. C'si ise beraber olacak. 2 vur, 7 vur, 5 vur, 11. 3'ü baxırıq. 3'ün ebobu ne olacak? Dikkatli olun. 3'ün ebobu olacak. Her ikisinde 2 var. 2 vurulsun. Her ikisinde 3 var. 3 vurulsun. Her ikisinde 5 var. 5. Bunu tapdık. C'si ise yalnız 7 olacak. Şimdi gelin cevaplarda bunu həll edək. Birinci, bir əkob AB A vur B'ye bərabərdir. Əkob AB A vur B olan ikinci var. Niye? Çünkü ebobu 1'dir. Əkob bunun hasilidir. Deməli 2'ye A bəndi yazdıq. Bunu sildik getdi. Ebobu 1 olan cevap. Ebobu 1 olan yalnız 2. Deməli 2'ye B bəndi yazdık. Bu da getdi. Deyir ki C 2'ye bərabərdir. Bakın C 2'ye beraber olan var mı ümumiyyətlə? C 2'ye beraber olan yoktur. Çünkü biz C'ni ya 10 aldık, ya 7 aldık, ya da çok büyük bir ədəd aldık. Deməli C bəndi yaramadı işimizə. Qaldı D bəndi. D bəndi ne olacak? C beraber 10. Bu ise hansında var? 1'de var. 1'e D bəndi yazdık. Bir tane Y bəndi qalır 3'e. Gəlin ebob AB beraber A'ya. Yani ebob AB A'ya beraber olan hansında var? 3'te var. Düzdür. 60. Uyğunluğu müəyyən edin deyir. 60. sualda deməli ne edəcək? Deyir ki uyğunluğu müəyyən edin. Yenə 1, 2, 3 yazırıq. A ve B qarşılıqlı sadə ədədlərdirsə, bakın bir de qarşılıqlı sadə ədədlərdirsə, onların ebobu 1 olmalıdır. Ebobu 1 olan D bəndi var. Deməli 1'e yazdık hansıca? D bəndi. Ebobu 1 olacak. Əkobu ise onların hasili olacak. Deməli 1'de C bəndi yazabilirik. Qarşılıqlı sadə ədədlərin ebobu 1'e, əkobu onların hasiline bərabərdir. Bunu yazdık. A ədədi B'nin bölenidir. Deməli bölünən B'dir, bölən A'dır. Onda əkob böyük olur, yəni B olur. Ebob ise A olur. Ebob A olan 2'ye yazırıq biz. A bəndi. Əkob ise B olmalı. Belə bir cavab yoxdur. Deməli bu da getdi. A bəndində yazdıq. A ədədi B'nin bölünənidir. Bu zaman A böyükdür. Deməli A böyükdürsə 3'e de yazacağıq B bəndi. 1'e D, C oldu. 2'ye A oldu. 3'e de Bakı oldu. Əkob AB 1 olan elə bir cavab yoxdur. Ebob AB 1 var. 61. Baxaq görə nə eləyibdir? 61'de deyir ki uyğunluğu müəyyən edin. Ebob AB A'dırsa deməli burada B A'dan böyük olacaq. Çünki biri digərinə bölünən 2 ədəddən böyüyü əkob olur, kiçiyi ebob olur. Ona göre biz 1, 2, 3 yazsak, ebob AB A'dırsa A ve B qarşılıqlı sadə ədədlərdir. A bəndi buna uyğun deyil. Əkob AB B'ye bərabər. Bəli, bax bu 1'e uyğundur. Çünki ebobu A'dır, əkobu B'dir. 1'e B bəndi yazdı. Getdi. Sonra
Gəlir ki, EBOB AB 1'dir. Bu hansındadır? EBOB AB 1'dir. Əgər EKOB AB A vur B'dirsə, EBOB AB də 1 olacaq. Deməli 2'ye yazıq C bənd. Bakın 2'ye yazıq C bəndi. Çünki EKOB AB A vur B'dirsə, EBOB AB də nə olmalıdır? 1 olmalıdır. Gəlirik bura. Deyir ki, A ve B karşılıklı sadə ədədlər. Mesela A bəndi baxaq görək nədir? Karşılıklı sadə ədədlərin EBOB'u 1 olur. EKOB'u nə olmalıydı? Onların hasili olur. Deməli onların hasili olan A vur B olan nə var idi? 2. Deməli biz 2'ye A bəndə yaza bilərik. Çünki karşılıklı sadə ədədlərin EKOB'u onların hasilinə bərabərdir. 2'ye A bəndə yazdı. A'nı da həll elədik. A ədədi B'ye bölünür. A B'ye bölünür. Sizce A B'ye bölünürse A böyüktür B. A B'ye bölünür. Mesela 18 2'ye bölünür. Bu zaman A B'den büyük olur da. A B'den büyüktürse EKOB'u A'ya bərabərdir. Deməli D bəndini yazacaq 3'e. 3'e yazdık D bəndi. 62. Baxaq görə nədir? Uyğunluğu müəyyən edin. 62'de neydi? Yine 1, 2, 3 yazaq. Biraz yerimiz məhduddur. Deyir ki, EBOB n kvadrat n üzerine gel n kvadrat soğar 2n beraber 4 olarsa. Biz birincide her birinden n'nı mörtəzi xaricine çıxartsaq n'i. Deməli birincinin n'i beraber olacak 4'e. Niye? Burada qalır n üstə gəl 1, burada n üstə gəl 2. Ardıcıl kədədin EBOB'u 1 verir. Deməli birincide n oldu 4. İkincide n'i çıkartsak, bakın ikincide n'i çıkartsak n beraber 2 olur. Niye? N üstə gəl 7 ve n üstə gəl 8'de n oldu 2. Yani EBOB'ları 1 oldu. N de oldu 2. Üçüncüde n'i çıkartsak n olur 3. Bunu da tapdık. İndi deyir bu ədədlərin EKOB'u 9'a bölünür. Baxaq görək EKOB'u. N'in yerine 3 yazsak birincide ne alırıq? Bakın birincide alırıq ki buradan yazaq şöyle yukarıdan qeydləri yazarıq. N'in yerine 4 yazsak 16 4 20. Bakın 20 ve 4 yazsa nesi olacak? 16 üzerine gel 8 24. 20 ve 24 birincide aldık. İkincide aldık. N'in yerine 2 koysak 4 üzerine gel 14. 18 ve n'in yerine 2 koysak 4 üzerine gel 16 20. 18 ve 20. Üçüncüde ise ne almış oluruz? N'in yerine 3 koysak 9 üzerine gel 12. Geçemeyecek. 21 ve n'in yerine 3 koyanda 9 üzerine gel 15 24. Buradan alırız ki birinci bu ədədlərin EKOB'u 9'a bölünür. EKOB 18 ve 20'nin EKOB'u ne olacak? 18 ve 20'nin EKOB'u ne olacak? 180. 9'a bölünür mü? Bəli. Deməli 2'ye biz yazacağıq A bənd. Çok maraqlı bir sualdır. A'nı yazıb getdi. Bu ədədlərin cəmi 44'e bərabərdir. Burada görürük ki birincini topladıkda 44 edir. Deməli 1'e Bakı bəndi, B bəndi yazdı. Bu ədədlərin EKOB'u 30'a bərabərdir. Bunların EKOB'u 30'a bərabər olan variant var mı? Görmürük. Yani burada görmürük ki 30'a bərabər olan variant olsun. Bu ədədlərin cəmi 45'e bərabərdir. Toplayanda 45 olan 3 var. Deməli 3'e D bəndi yazdı. Bu ədədlərin EKOB'u 14'e bölünür. 14'e bölünen baxaq görə hansı var? Yəqin ki 3 olacaq. Deyəcəksiniz niyə? 21'in içerisinde 7 var. 24'ün içerisinde 2 var. Yani bunun EKOB'unu tapanda mütləq 7'ye ve 2'ye bölünməlidir. O da 14'e bölünəcək. Deməli 3'e Y bəndə yazmış olduq. 63. Baxaq görə nə istəyir bizdən? Deməli burada biz birinciden başlayırıq. Deyirik ki n'ni çıxarsa mörtəzi xaricinə burada ne olur? 2n plus 1, 2n plus 3. Ardıcıl ki tek ədədin EBOB'u 1'dirsə n oldu 3. Bunu tapdıq. İkincide n bərabərdir. Burada yenə də n'ni çıxarsa n plus 3, n plus 4. Ardıcıl 2 ədədin EBOB'u 1'dir. N'imiz olur 2. Burada ise n'ni çıxartsaq n olur 4. Buradan alırıq ki ədədlərimiz ne oldu?
3'ü koysak yerine 9, 18, 33, 21. Birincide oldu 21 ve 3'ü koysak ne olacak? 18 plus 9, 27. Birincide aldık bunu. İkincide aldık. İkincide aldık. 2'ni koysak 4, 6, 10. Nokta virgül. 4, o da 8. Neçə oldu? 12. İkinci aldık bunu. Üçüncü aldık. Üçüncü aldık. Bakın 4 koysa 16, 16, 32. Bir de 16, 20, 36. Buradan alırıq ki 1, 2, 3. Baxaq görə nə veribdir? Bu ədədlərin cəmi 12'ye bölünür. Cəmi 12'ye bölünən 48 bölünür bəli. 1'e A bəndə yaza bilərik. A getdi. Bu ədədlərin cəmi 13'e bərabərdir. 13'e beraber olan cevap var mı? Yoktur. Deməli B bəndi gedim, cevaplarda yoktur. Bu ədədlərin ekobu 189'a bərabərdir. Ekobu 189 olması üçün bu 17'ye bölünməlidir. Belə bir cevabımız var mı? Yoktur. Bu ədədlərin cəmi 68'e bərabərdir. D bəndi. D bəndi baxaq görə hansıdır? 3'e D bəndi yazdı. D bəndi. Bu da getdi. Bu ədədlərin ekobu 5'e bölünür. 2'de var. 2'ye de cevap yazırıq Y bəndi. Niye? 10 ve 12'de ekop tapsa 60. 60'da ne olacak? 5'e tam bölünmüş olacak. Keçək. Ətraflı yazı tələb olunan sual tipləri. Bunlar əslində həm maraqlı olur, həm də biraz asan olur. Əslində çətin görürük, amma bu çətin deyil, asan da olur. Gəlin baxaq. Birincidə deyir ki, M'ləri biraz daha tündlə göstərir. N'ını dalğalı ilə göstərir. Deməli, əkov MN böl əbob MN-i tapın deyir. Baxaq. Bizim birincidə baxırıq ki, M'imiz nə olubdur? Məmmədimiz bərabər olacaq. 2'dən 7 dənə. Yəni 2 üstü 7 var. 3'ten 3 dənədir. 3 üstü 3 var. Baxın 3 üstü 3 var. Dikkat edin. 5 üstü 4 var. Nizamimiz beraber olacak. Birincide 2'den 5 tane var. Vurulsun. 3'ten 4 tane var. 5'ten de 6 tane var. Buradan alırıq ki ekop dedikdə bunları yani MN'i biz əslində ekopla tapmayaq da. Ekop MN bölünsün EBOB MN neye beraber olur? EBOB MN beraber olur C'ye. Yani ortak olmayan sade gruplara. Buradan da alırıq ki 2 üstü 7 ve 2 üstü 5'te biz 2 üstü ikisini götürebiliriz. Çünkü 2 üstü 5 ortak. 3 üstü 3 ve 3 üstü 4'te biz 3 üstü 1'i götürebiliriz. 5 üstü 4 ve 5 üstü 6'da 5 üstü 2'ni götürebiliriz. Bu cevapta olacak neçə? 4 vur 3 vur 25. 100 3'e vuranda olur 3 100. Çok güzel bir sual. 65. Diagramda M ve N natural adların muhtelif sade grupları onların sayı verilibdir. Yine biz 65'te belə bir iş görəcəyik. Deməli Məhəmməd beraber olacaq. Gəlin başqa rəngdə yazaq. 3'ten 5 dənədir. 3 üstü 5. 5'ten 5 dənədir. Baxın birinci tünd rəngdə yazdığı üçün 5 üstü 5. 7'den ise 1 dənə. 7 üstü 1. Nizami bərabərdir. 3'ten 7 dənədir. 3 üstü 7. 5'ten 4 dənədir. 5 üstü 4. Sonra 7'den ise 2 dənə. 7 üstü 2. Bizə əkob böl əbobu istəyir. Əkobu əboba böləndə qalıb bizdə C. Baxın C bərabərdir ortak olmayan sadə qrupların hasili. Biz baxırıq 3 üstü 5 ile 3 üstü 7'den 3 üstü 2'ni götürebilirik. 5 üstü 5 ve 5 üstü 4'ten 5 üstü 1'i götürebiliriz. Çünkü ortak olmayan bir dənəsi qalıb. 7 üstü 1 ve 7 üstü 2'den 7 üstü 1'ini götürebiliriz. O da beraber olacak. 9 vurulsun 5 vurulsun 7. O da beraber 45 vurulsun 7. Yani 5 3 yadda 28 3 31. Cevabımız olacak 315. 66. Çok qəşəng sualdır. Deyir ki, diagramda natural A ədədli müxtəlif sadə qrupları onların sayı göstərilir. A ədədi 160 ve 520 ədədlərindən hansına qalqısız bölünür? Gəlin baxaq.
Deməli A ədədi 66-da belə yaza bilərik mi? 2-dən 4 dənə var. 2 üstü 4. 5 üstü 7. Diyeceğiz niye 7? Çünkü 6 ile 8'in ortasındadır. Ona göre 7'ni götürebiliriz. Daha doğrusu 7 diyen cevabımız. 5 üstü 7. Sonra ne kalır? Bir de 13 üzerinde 11. 13 üzerinde 11. Biz baxırıq ki 160 ədədinin sadə qrupları nələrdir? 2, 80, 2, 42, 22, 12, 5, 5, 1. 520'ni de gruplara ayırsaydı, görerek ki 520'ni bölürü 2'ye ne baş verəcək? 2'ye bölende 2, 12'de 6, 260. Yine 2'ye bölürük 130, 2'ye bölürük 65, 5'e bölürük 13, 13'e bölürük 1. Deməli 160'ın içinde ne var? 2'ler ve 5'li 1, 2, 3, 4, 5 tane 2 var. 5 tane 2 yoktu da bizde 4 tane 2 var. Deməli 4'ten 2 varsa 160'a bölünməyəcək. Onda bizim cevabımız ne olacak? Yalnız 520'ye bölünmüş olacak. Niye? 520'nin içerisinde 3 tane 2 var. Burada da var. 5 var. 13 var. Deməli yalnız 520'ye tam bölünmüş olacak. 67. Bakın göre nedir? Diagramda A ədədinin müxtəlif sadə qrupları ve onların sayı göstərilib. Gəlin baxaq 67'də. Deməli A ədədi bərabərdir. 3'dən neçə dənədir? 3 dənə. 3 üstü 3. 5'dən neçə dənədir? 8 dənə. 5 üstü 8. 11'dən neçə dənədir? 11 dənə. 11 üstü 11. Biz baxırıq ki 405 ədədi qruplara ayırsaydı birinci 3'e bölürük. 1 dəfə, 3 dəfə, 5 dəfə. Sonra yeni 3'e bölürük. Olur neçə? 45. 3'e bölürük 15. 3'e bölürük 5, 1. Bir de var bize 495 ədədi. Bu ədədi birinci neçəyə bölürük? 3'e bölürük. 1, 19'da 6 dəfə 5. Yine 3'e bölsək 55. 5'e bölsək 11. 11'e bölsək 1. Deyir bu ədədlərdən hansına qalıqsız bölünür? Deməli bizdə 3'dən 3 dənə var A ədədində. Amma 405'də 4 dənə 3 var. Deməli 405'e bölünməyəcək. Yalnız cevabımız olacaq ne? Cevap olacaq 495'e tam bölünmüş olacak. 68. Ölçüleri 54 metre ve 72 metre olan düzbucaklı şeklinde küçük parkın etrafına sərhəddi boyunca birbirinden beraber mesafede küç nöqtələrindən başlayaraq hər birinin qiyməti 50 manat olan işıq dirəkləri bərkidilib. Bu dirəklərin alınmasına en az neçə manat sərf olunub? Deməli 68'də belə eləyəcək. 54'e və 72'ye bölünən en az söhbəti varsa biz EBOB tapacağıq. Deyəcəyiz niye EBOB? Yaxşı eləyirik. Çünkü bunların büyük yani araların mesafeleri beraber olsun diye EBOB tapmalıyıq. 54 ve 72'ye bölünen ağlımıza mesela ilk gelen 9'du. 9'a böldüm neçə oldu? 6 dəfə burada oldu, 8 dəfə burada oldu. Sonra 2'ye bölürəm. Burada ne oldu? 3 dəfə oldu, burada 4 dəfə oldu. Artık bölmeye bir şey yoktu. Deməli 54'ü 18'e böləndə neçə düşür? Yani her ikisinin EBOB'u 18 oldu. 54 beraber 18 vur 3 olacak. 72 beraber de 18 vur 4 olacak. Deməli biz 18 metreden bir eksəydik. 3 tane 18 burada var idi. 4 tane 18 de burada var idi. Deməli bize bakın hemen bu düzbucaklı boyunca olduğu için hatta şəklini çəkib göstərək. Dikkat edin. Bak belə bir şey çəksək daha yaxşı aydın olacak. Deyirik ki bura 54 metrdirsə bura 3 tane 18 olacak mı? Yani 3 tane belə böləcəyik. 3 tane belə böləcəyik. Oldu 6 tane. 4 tane belə böləcəyik. 4 tane de belə böləcəyik. Deməli 4, 4, 8, 3, 3, 6. Neçədən oldu? 14 tane oldu. Doğrudur. Bu dirəklərin alınmasına en az neçə manat pul xərclənibdir? Bakın 14'ü de biz vursaq 50 manata neçə eləyəcək?
14 vurulsun 50. O da beraber olacak 0. 0 2'ye de 700 manat pul xərcləmiş olacaq. Baxın görə başa düşə bildik. Deməli nə olacaq? Bizdə 3 yəni 54 54 neçə oldu? 108 bura, 72 72 144 de buradır. Deməli biz bunları 18'e bölsək olacaq 14 dənə belə taxta, yəni belə birləşdirmək var. Dirək alınmalıdır. Burada da olacaq 14 dənə dirək. 14'ü de 50 manata vursaydı cevabımız olacaktı 700 manat. 69. Daha törələdi. Deyir ölçüləri 48 metr və 64 metr olan düzbucaqlı şəklində kiçik parkın ətrafına sərhədləri boyunca bir-birinə bərabər məsafədə olan dirəklər bastırılıbdır. Hər birinin qiyməti 40 manatdır. Bu dirəklərin alınmasına ən az neçə manat xərclənir? Deməli biz yenə 48 və 64'ü hər ikisinin əbobunu tapırıq. Yəni əbobunu görə tapırıq ki biz direklerin arası beraber olsun. Mesela 1 metreden bir de bastıra bilərdik. Ama en az sosu varsa, yani en az neçə manat xərclənib deyirsə, biz bunlardan əbob tapırıq ki, beraber məsafələrin en böyüyünü tapaq ki, direkt sayı azalmasın. 48 ve 64'e bölünür. Görürəm ki 16 bölünür. Burada 3, burada 4 tane. Deməli, bizim bir düzbucaqlı şəklində sahəmiz varsa, gəlin bu belə deyək. Biraz balaca böyle. Deməli bir düzbucaqlı sahəmiz var. Doğrudur mu? Bunun bir tərəfi 48 metrdir. Bir tərəfi 64 metr. Onda deməli biz 16 metreden bir bura direklər sancsaq, bura neçədən olacaq? 3 dənə hissə olacaq. Baxın, heç nə tapmasaq belə bölə bilərik. Baxın, çox önemli bir sualdır. Mesela bir A nöqtəsindən başlayaraq böyle gəlsək, birini bura ektik, birini bura sancdık, bura. Deməli bura ne oldu? 48 metre tamamlandı. Yani bura 64 tamamlanması için belə 4 tane direk bastırma. Yani 4 tane 16 metre əmələ gəlməlidir. Birini bura, birini bura, birini bura, birini bura saçsaydı, dikkat edin 16, 16, 16, 16 olacak. 64 oldu mu? Bəli. Yine bura 1, 2 tane direk saçtık, birini bura saçtık. Bu çok süper bir sualdır. Bura neçə tane? 3 tane de bura saçmalı idik. Doğrudur mu? Demek direklerin sayı sizce bakın Lord ile belə tapsa. Neçədən almış olduk? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 tane direk aldık. Demek biz 14'ü vurmalıyıq neçəyə? 40 manata. Ki görək neçə manat pul xərclənib? 0. Onu da vuranda neçə eləyəcək? 6 56. Yani 560 manata bu kadar biz sahaya direkt bastırmış olacağız. 70. sualımız. 70. sualımızda nə istəyir? Deyir A ve B natural ədədlərinin sadə qrupları ayrılışı verilibdir. 2 üstü n, 3 üstü 5, 7 üstü n ve 2 üstü 3 falan bu hasilləri verilibdir. Deyir ki EBOB 2 üstü 2, 3 üstü 4, 7 üstü 3 olarsa MNK hasilini tapın. Bakın 70 çok güzel bir sual. Biz deyirik ki EBOB'da ne götürülmelidir? Her ikisinde olduğu için sayıları az sayıda götürülmelidir. Sizce 2 üstü M ve 2 üstü 3'ten M ne olar? 2 üstü 2 götürüp de EBOB'da. Demek M 2 olar. Çünkü 2, 3'ten 2'ni götürmeliyiz. 3 üstü 5 ve 3 üstü K'da 3 üstü 4'ü götürür. Deməli K'mız neçə olacaq? 4 olacaq. Bunu da tapdık. 5 üstü her ikisinde yoktu. Ona göre lazım değil. 7 üstü 3 ve 7 üstü yani 7 üstü 3 götürüp bize 7 üstü nizami var. Bir de 7 üstü 4 var. Onda nizami ne olacak? 3 olacak ki az sayıda olanı götürülmelidir. Bizden MNK hasilini istəyirsə 2 vur, 4 vur, 3'ü takmalıyıq. 8'de 3'e vursa neçə eləyəcək? 24. 71. sualımız. Görək nə istəyir bizdən? 71'de deyir ki 71'i belə yazacaq. Bizden yine yazır. EBOB sayı az olan olmalıdır. Doğrudur. 3 üstü M ve 3 üstü
4'te sayı az olan, baxaq görək nə var? 3 üstü 2 götürüb, deməli Məmmədimiz bizim olacaq 2. Keçirik. 2 üstü 7 var, bir de 2 üstü nizami var. Burada ise 2 üstü 3 götürüb. Deməli onda nizamimiz neçə olmalıdır? 3 olmalıdır. Çünkü az sayıda olanı götürməliyik. Keçək. 5 üstü 4 var, 5 üstü kaldır. Burada ise 5 üstü 3 götürüb. Deməli onda bizim K'mız neçə olmalıdır? K beraber olmalıdır. Sayı az olur. Yani 3 olmalıdır. Bizden de MNK hasilini isteyir. Beraber olur 2 vur 3 vur 3. O da beraber 18. Aydın olabildi. Allah. Keçək. 72. sualımızda deyir ki, döşəməsi kvadrattır. Yani eni uzunluğu birbirine beraberdir. Ve K felilerde 40'ın 56'yadır. Biz burada ne almalıyıq? Bakın 40'ın 56'ya verildi. Hem 40, yani hem 40'ları qoyanda ödəməlidir, hem de 56'ları qoyanda ödəməlidir. Bunların ekobunu tapaq görək ne olur? Bakın ekob tapsa, her ikisini hələlik görürük ki 4'e bölmək olur. Burada 10, burada neçə olur? 14. 2'ye bölmək olur. Burada 5, burada 7 olur. Deməli 5 ve 7'ni de buraya əlavə edə bilərik. Bunlar birbirine vursa, 4 vur 2, 8. Olacak ne? 8 vur 5 vur 7. O da beraberdi. 40'ı 7'ye vuranda olur 280. Deməli bunun eni ve uzunluğu ne olmalıdır? 280 santim olmalı. Hem eni hem de uzunluğu 280 santim olmalıdır ki hem 40'ı hem 56'ya tam bölünebilsin. Deyir ki döşemenin tərəfinin uzunluğunun en az neçə santim olduğunu tap. Biz de cevabı ne tapdıq? 280 santimetr. 73. Baxaq belə nədir? Deyir ki, döşəməsi kvadrat formasında olan otağın döşəmənin tərəflərinin uzunluğu en az neçə santim olmalı, metr olmalıdır ki onu, baxın neçə metr olmalıdır ki onun ölçüləri 45 santim ve 54 santim olan düzbucaqlı formasında kapellerden ikisi istifadə etmək olsun. Bunları biz bunların ekobunu tapmalıyıq. Hem 45 hem 54'e bölünən 9 görürəm. Burada 5, burada neçə olur? 6. Deməli 5 ve 6'ını da burada vursa ne olacak? Olacak 5 vur 6 30. 5 vur 6 vur 9. 30 da 9'a vursa 270 santimetr. Deməli bunun eni ve uzunluğu 270 santimetrdir. Bizden metr istediği için cevabımız ne olacak? 2,7 metr olacak. Deməli cevabda ne götürməliyik? 2,7 metr. Deməli 74. sualda ne istəyir bizden? A ve B natural adedlərin sadə qrupları ayrılışı verilibdir. A var, B var ama ekobu verilibdir. Bakın ekobda biz diyeceğiz ki vurgulardan böyüğü götürülməlidir. 2 üstü Məmməd ve 2 üstü 4 ama ekobda 2 üstü 6 götürüb. Deməli Məmmədimiz olacak 6. Daha kısa yol diyeceğim size biraz sonra. Hələ həlləyin. 3 üstü 2 ve 3 üstü K'dan bizden 3 üstü 3 götürdüğü için K'nın yerine getirip yazacağım. Neçə? K'nın yerine getirip yazacağım. Burada olan 3'ü 3. Keçdik. 5 üstü nizami ve 5 üstü 5'ten 5 üstü n ve 5 üstü 5'ten 5 üstü 6 götürüp. Deməli n'imiz 6 olacak. Böyüyü götürmeliyik. 7 üstü 3 var. Burada birincide yok da ikincide 7 üstü p var. Deməli p'miz de 3 olacak. Bunları topladıkta 6 üstə gəl 6 üstə gəl 3 üstə gəl 3. O da beraber olur 18. Veya bu sualların her birinde mesela 75'i böyle test yapacağız. Burada verilen bu 6, 3, 6, 3'ü toplayıp yazacaksınız. Çok sade. Gelin bakalım. Mesela 75'te cəziyyət çəkməyəcək. Eyni sualda biz bak burada olan bu 6 üzerine gel 7 üzerine gel 6 üzerine gel 4'ü toplayıp yazacağız. 10 o da 13. 23. Cevabımız olacak doğru. Aydın olabildi. 76. Baxaq görə nə istəyir bizdən? Deyir ölçüləri 48 metr, 60 metr, 60 metr olan 3 bucaq. Bağın ətrafında olan sərhədləri boyunca künc nöqtələrin başları bir-birindən bərabər məsafədə olmaqla ağaclar əkilibdir. Bunun üçün en az neçədə ağac lazım? Deməli biz deyirik ki, həm 48'e, həm 60'a və həm 60'a bölünən
bir ədəd tapmalıyıq. Neçə olar? Hamısına bölünən, məsələn, burada mən görürəm 6. 6, 48 6'ya böldüm 8, 66'ya böldüm 10, 10. Deməli, bir dənə də 2'ye bölə bilərik. Olacaq 4, 5, 5. Deməli, biz 48'i, bakın, 6 vur 2, 12 nədir, elə mi? Ne olacaq? 4 vur 12 şeklinde yazabilirik. 60'ı 5 vur 12 yazabilirik. O biri 60'ı da 5 vur 12 yazabilirik. Onda biz üçbucağı çəksək, ne görürük? Çok dikkatli olun. Çok səliqəli çəkmədim. Deməli, ABC üçbucağı kimi baxsaydıq, ABC. Deməli, AB tərəfi 60 santimdirsə, 5 dənə, bak buradan başlasaq 1, 2, 3, 4, 5. Bakın 1, 2, 3, 4 oldu. 5 olmadı. Deməli, bir dənə də əlavə nöqtə qoyaq. 1, 2, 2 dənə də əlavə nöqtə qoyaq bura. Deməli, burada 5 dənə hissə alınmalıydı. 1, 2, 3, 4, 5 dənə. Biz neçə nöqtə qoyduq ortaya? 4 nöqtə qoyduq. Deməli, burada 4 nöqtə qoya bilərik. 3, 4 nöqtə qoyub. 5-incisi bu təpə nöqtəsi. 1, 2, 3, 4, 5 dənə aralıq almış olacaq. Burada isə deməli 4 hissəyə ayırdığımız üçün bura neçə nöqtə qoyacaq? 3 nöqtə qoysa 1, 2, 3, 4 hissəyə ayrılmış olacaq. İndi baxın görək. Bu sualda deyir ki, bunun üçün en az neçə ədəd ağac lazımdır? Biz ağaçları gördük artıq. 1, baxın 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 tane ağaç lazım oldu. Deməli, cevabımız oldu 14. Diyeceksiniz ki, müəllim, o biri sualda da belə çətin izahlayacaq. Xeyr, çok rahat tez tapma yolumuz olacaq. 77'ni daha tez tapa bilərik. Burada da eləyə bilərik. Ne edəcək? Deməli, biz tərəfləri toplayıb həmin bu 12'ye bölməliyik. Mesela bu sualda onu göstərək. Tərəfləri toplasaq neçə eləyəcək? Diqqətli olun. Bak, deyirik ki, 48, 60 ve 60'ı topluyoruz. Neçə olur? 48, 60, 60. Topladığınız için de 8, 10, 16. 168. Doğrudur. Olmadı değil mi? 120, o da 48, 168. 168'i biz 12'ye bölseydi cevap olmalıydı 14. Bizim de cevabımız olacak 14. 77. sualımıza bakalım. Deməli, 77'de biz ne edəcəyik? 75, 90 ve 90'a bölünən biz EBOB tapmalıyıq. Ne tapaq? Hamısına bölünən hələlik 5 görürəm. 5'e bölebilirim. Aslında 15'e bölmək olardı. 15'e bölək. 15'e bölək. 75'te 15 5 dəfə. Burada olur 6 dəfə, 6 dəfə. Deməli, diqqət edəcəyimiz məqam nədir? Həmin bu 15'i tapmaq lazım idi. Biz bu ədədləri topluyoruz. 75, 90 ve 90'ı topluyoruz. Neçə edir? 5, 16, o da 9. 25. Deməli, alırıq ki, 225 metr məsafədə 15 santimdən bir ağac əkmək lazımdır. Onda biz 225'i de 15'e bölsək, cevap alınacaq 15. Deməli, cevabımız neçə olacaq? 15 dənə ağac əkməyə ehtiyac var. 78. Baxaq görək nə istəyir bizdən. Deyir ki, usta bir gündə 4, usta 4 dənə. Onun köməkçisi isə 2 stul hazırlaya bilir. Onlar başka iş görmeden bir neçə günü cəmi 72 de stul hazırladılarsa, deməli bunlar bir günün sonunda 6 stul hazırlayabilir. Onda biz 72'ni 6'ya bölsək, olacaq neçə? 72'yi 6'ya bölsək, 12. Deməli 12 gün bunlar çalışsalar, bu 72 stulu hazırlamış olarlar. Bu stullardan neçəsini usta hazırlayıb. Deməli 12'ni de vururam 4'e. Çünkü günde 4 stul hazırlayır daxı. 48'ini usta hazırlamış olacaq. 79'un sualımız. Usta bir günde 3 tane. Bakın, usta bir günde 3 tane. Köməkçisi ise bir günde 2 tane stul hazırlayıb. Deməli bir günün sonunda bunlar neçə stul hazırlayıblar? 5 stul. Onlar deyir işe başlayıblar. 60 adet stulu
Günde 5 stul hazırlamakla neçə günə yerinə yetirəcəklər? 12 günde. Günde. Doğrudur mu? Bu stullardan neçəsini ustanın köməkçisi hazırlayıbdır. 12'ni de vururuq. Şagird bir güne 2 stul hazırlayır. Cevap olacak 24. 80. Bir K üstəgəl 2 bölünsün 100K plus 47 kəsirini tam ixtisar etdikdə N böl M kəsiri alınır. Əkyob M üstü 5, N üstü 5, 7 üstü 10 olarsa, bakın dikkat edeceğimiz məqam burada. Deyirik ki burada M üstü 5 ve N üstü 5, 7 üstü 10 olarsa M, N, K cəmini tapın. Gəlin köməkli baxaq görək nə eləmək istəyibdir burada. Deyirik ki M üstü 5 ve N üstü 5'te 7 üstü 10 alınıbsa biz ne alabiliriz Əkyobda? Dikkat edeceğimiz məqam budur. Bakın. Deyirik ki dikkat edeceğimiz məqam. Biz yazırıq ki M ayrı-ayrı ədədlərdə onsuz bu ixtisar olunmayan kəsir olduğu için dikkat edersiniz. Onda M üstü 5 ve N üstü 5'in de ortak vurgu yoktur. Ona göre M üstü 5 vur N üstü 5 beraber 7 üstü 10 olarsa M vur N üstü 5 beraber 7 üstü 10 olarsa M vur N beraber 7 üstü 2 yani 49. Buradan alırıq ki bakın buradan alırıq ki N böl M kəsiri N böl M kəsiri hasili 49'dursa N 1'dir M 49'dur. Başka varyantımız yoktur. Deməli onda biz alırıq mı ki K üstəgəl 2 böl 100K üzerine gel 47 bərabərdir 49'da 1. Mecbur bunu alırıq. Çarpaz vursa 100K plus 47 bərabərdir 49K üzerine gel 40 bak işte üzerine gel 98. Bunu bu yana keçirsək 51K beraber olur. 98'den 47 çıksa neçə qalacaq? Neçə qalır? 51 kalır. Doğrudur. K'mız oldu 1. Deməli K'nı tapdıq. Burada Məhmədi tapdıq ki, ya Məhməd ve Nizaminin biri Nizamimiz oldu 1. Məhmədimiz oldu 49. Üzerine geldi. Üzerine gel. K'mız oldu 1. Deməli cəmimiz neçə olacaq? 51. Yani bunun doğru cevabı olacak 51. 81. sualımız. Bir A verilip B verilip karşılıklı sade ədədləri üçün. Karşılıklı sade ədədlər ortak böləni olmayan, yani heç birini biz kəsr xətt şəklində göstərsək ixtisar apara bilməyəcək. Onda deyirik ki buradan böyle bir şey alır. 22 ve 58'i ixtisar aparsın 2'ye. Burada kalır 11. Burada kalır neçə? 29. Deməli 4x minus 3 29'dur. Buradan alırıq ki 4x 32. X oldu 8. Bunu tapdıq. Aynı zamanda o birisini alsa deməli ne baş verir? 3y üzerine geldi 2'ye. Biz 11 dese burada 11'e beraber götürürük. Y de olacak 3. Y'imiz 3, x'imiz 8 olacak. Hasilimizi ise neçə verecek? 24 verecek. 82. sualımız. Deyir ki 5x çarpı 4 ve 3y plus 2 karşılıklı sade ədədlər. Dikkatli olun. Onda biz bu ədədlər ixtisar aparsaydı burada 11, burada 29 kalardı. Deyirik ki 29'un yanında olan ədəd 11'e beraberdi. 11'in yanında olan 3y plus 2 ise 29'a beraberdi. Buradan alırıq ki x beraber 3. Buradan ise y beraberdir 9 alırıq. Bizden de bunların hasilini istəyirsə 3'ü de 9'a vursak 27. 83. Deyir ki A sıfırdan böyükdür. B ise A'dan böyükdür. Ne güzel. Şimdi bize yazıp ki Əkyub A faktorial B faktorial üzerine gel EBOB A faktorial B faktorial beraber 7. A plus B cəmini soruşur. Biz dedik ki bunun 7 olması için ne baş verebilir? Yani mesela A'nı biz 1 götürsək, mesela deyirəm 1 götürsək, onda A'nı 1 götürəndə bu 1 ve neyinse EBOB'u 1 olacak. Doğru değil mi? Başka varyantımız olsa yoktu. Çünkü bu sıfırdan büyükse A'nı 1 götürebilirik.
Onda B'miz de olur bizim 3. Diyeceksiniz niye? Çünkü 3 faktoriyal beraber 6 olur. Bizden de 1 ve 6'nın ekobu 6 eləyir. Bu 1'i cəm edir 7. Deməli A1, B3'dürsə, bunların cəmində biz neçə götürməliyik? 4 götürməliyik. Növbət sualımız 84. Burada ne edəcəyik? Deyir bu ekob ve ebobun cəmi 3'dürsə, buradan çok rahat görünür ki A'mız 84'te 1'dir. Mecburu. A'mız 1 olanda ebobu 1 olur. Bunun keçidi sağa. Ekobu 2 olması için A, B'de neçə olacaq? 2 olacaq. Deməli 1 ve 2'nin hasili bize cevap olacak 2. Yani cevaplarda 2 yazmalıyım. 85. Ebob A üstə gəl B A çık B 1'dirsə, buradan benim nəticəyə gəlirik ki A üstə gəl B ve A çık B karşılıklı sade ədədlərdir. Yani kəsr formasında yazanda ixtisar aparmaq olmaz. Ama bizde A çık B, A üstə gəl B'ni 28'de 20 yazır. Biz ebobu 1 olduğu için burada ixtisar aparmalıyıq. Neçə ixtisar aparmalıyıq? 4'e. Burada 5 kalacak, burada 7 kalacak. Deməli A çık B 5'dir. A üstə gəl B 7'dir. Bu sistemden 2A 12'den A'nı 6 alacağı, B'ni 1 alacağı. Bunları tapdır. Doğrudur mu? Ekob 1 6 beraber olacağı neçəyə? 6'ya. Çok maraqlı bir sualdır. 86. Deyir ebob A üstə gəl B A çık B 1'dirsə, nisbən 54 bölü 66'dır. Biz dedik ki ebobu 1 o demektir ki bunlar karşılıklı sade ədədlərdir. Yani ixtisar getməməlidir. Ona göre biz bu kəsiri ixtisar aparsa neçə ixtisar apara bilərik? 6 ixtisar aparsa burada kalacak 11, burada kalacak 9. Yani A çık B'ye 9 dedik. A üstə gəl B'ye 11 dedik. Buradan alırıq ki 2A 20'den A 10 olacak. B ise 1 olacak. Deməli 1 ve 10'un ekobu ne olacak? Bakın 10 ve 1'in ekobu ile olacak 10. Aydın olabildi. Deməli 87. sualımızı ben eləyəcək. Uzunluğu 54 metr ve 42 metr olan düzbucaqlı formasında bağ sahəsidir. Onda biz 54 ve 42'nin her ikisine bölünen en büyük bir ədəd, yani ebobunu tapmaq üçün 6'ya böldük. Burada 9, burada 7 kaldı. Oldu 6. Doğrudur. Bu sualları necə edəcək? Deməli, düzbucaqlı deyirsə 2 dənə 54 var. 2 dənə də 42 var. Doğrudur. Perimetrin əvvəlcə tapar. 2 vurulsun 96. Aydın oldu. Vurup tapabilir. 192 metr. Deməli, perimetre olup 192 metr. Biz de ne edəcəyik? Həmin bu 192 metri bölməlisiniz 6'ya. Çünkü 6 metreden 1 bastırıbdır. Burada da olunca neçə? 30, 18, 12'de de 2 dəfə. Deməli, en çok 6 metre olacak. Neçə dənə də bastırmak lazımdır? 32 dənə də direkt bastırmak lazım. Aydın olabildi. 88. Diğer uzunluğu 72 metre ve 32 metre eni olan düzbucaqlı formalı bir sahə verin. Deməli 72 ve 32'nin ebobunu tapmalıyıq. Ebobumuz ne olacak? Her ikisine bölünen. 8 görünənmə. Burada 9, burada 4 olacak. Deməli biz bu 8'i tapdık ve sevindik. İndi deyir ki qonşu dirəklər arasında məsafə en çok neçə olacak? Deməli en çok 8 metrede baş verəcək. Deyir ki bu zaman neçə dirək lazım olacak? Onda biz birinci perimetri tapaq. 2 vurulsun 72 plus 32. Neçə eləyəcək? 2 vurulsun 104. O da beraber olur 208. Sonra deyirik ki 208'i bölmek lazımdır. Hemen bu 8 metreden bir direk bastırılır. O da neçə olacak? 20'de 8 2 defa 16. 48'de 8 6 defa 48. Demek cevabımız ne olacak? En çok 8 metreden bir bastırılacak ve neçə direk lazımdır? 26 tane de direk lazımdır. 89. Anar ve Rəşad kitaplar aldılar.
Anarın aldığı kitap sayı 108'dir. Rəşadın aldığı kitap sayı bundan 24 ədəd azdır. 24 manat az pul xərcləyibdir. Deməli biri 108 manat xərcləyib, o birisi 84 manat xərcləyib. Doğrudur. Və deyir ki, kitabların qiymətləri eynidir və tam ifadə olunur. Onda bizdə bir ədəd kitabın qiyməti ən çox neçə manat ola bilər? 108 və 84-ə bölünən ədəd neçə var? 4'e bölürük, 12'ye bölebilirik. 12'ye bölse birinde 9 olacak, birinde 7 olacak. Yani birinci sualın cevabını tapdık. En çok kitabın qiyməti neçə ola bilər? 12 manat ola bilər. İndi baxırıq ki, 108'i 12'ye bölsək, olacak 9 kitab alacak Anar. 84'ü 12'ye bölsək, 7 kitab da alacak, o birisi kim? Rəşad. Aydındır. 90. sualımız baxaq görək nə veribdir bizə. Deyir ki, Anar və Rəşad kitablar aldılar. Anarın aldığı kitablara 112 manat pulu çıxıbdı. 112 manata çıxıb. Rəşad isə 32 manat az pul xərcləyib. 112'den 32 çıxsa neçə qalacaq? 80 manat. Doğrudur. Doğrudur. Bütün kitabların qiyməti eynidir və manatla tam ifadə olunur. Bu da məlumdur. Bir ədəd kitabın qiyməti ən çoxu neçə manat olar? 112 və 80'i bölürük biz neçəyə? En azından 2'ye bölebilirik, 4'e bölebilirik. Gəlin 4'e bölüb baxaq, görək nə alınır. 4'e bölsək, 11'də 4, 2 dəfə, 32'də 8 dəfə, 28, 20. Bunları biz bölebilirik. Yenə 4'e bölebilirik. Burada 7, burada 5 oldu. Deməli, sualımızın cevabı en çok 4 vur 4. 16 manata alınabilir bir kitap. Yani hem 112 hem 80 16'ya bölünürmüş. Aydındır, bunu tapdı. Deyir bu zaman Anar və Rəşad hərəyə neçə kitab alınıbdı. Deməli biz bir dəfə 112'ni 16'ya bölsək 7 qalacaq. 80'i 16'ya bölsək 5 qalacaq. Deməli burada kimi deyirik? Anar 7 kitab ala bilər. Rəşad isə 5 kitab ala bilər. 91. sualımız. Deyir traktorun ön və arxa təkərlərin radiusları 0.5 metr və 1 metrdir. Eğer tekerler üzerinde olan A ve B nöqtələri yerle temasda olarken traktör hərəkətə başlayarsa en az neçə metr yol getdikdən sonra ilk dəfə A ve B nöqtələri yeniden eyni anda yerle temasda olar. Burada şəkli göstərir. Biri 0.5 metrdir, biri ise neçə metrdir? 1 metrdir. Biz deyirik ki bunlar fırlanıp gelip yani her ikisinin uzunluğunu tapar. Yani A nöqtəsindən sağa, yani bir çevrə boyunca hərəkət elədiyi üçün A nöqtəsi hər neçə metrdən bir gəlib A nöqtəsi yerə toxunur. Deməli, çevrənin uzunluğu bərabərdir 2 pi r. Yəni alırıq ki 2, pi'nin yerinə 3 yazıb təxminən. R'in yerinə 0.5 yazıb. Bərabər olacaq. Ne almış oluruq? 6'nı vurduk 0.5'e 3 metreden sonra yani 3 metr A'nın çevresinin uzunluğudur. B'nin çevresinin uzunluğu L beraber 2. Pi'nin yerine 3 yazırıq. O biri yerine 1 yazırıq. 6 metreden bir gelir. Deməli biri 3 metr yani uzunluğu 3 metrdir. Yani A fırlanıp 3 metrdir. B'nin ise uzunluğu 6 metrdir. Onda deyir ki, burada deyir ki A ve B nöqtə yerle temasda olan traktör başlayıbdı. Yeniden eyni anda yerle temasda olar ilk dəfə. Yani bu birinci başlayıb. En az neçə metr yol getdikdən sonra hem 3'e hem 6'ya bölünən bir ədəd olmalıdır. O da neçə olacaq? 6 metr yol gedəndən sonra B nöqtəsi gəlib çatır. O birisi de ikinci dövrədə, yani birinci 3 metr fırlanıb gəlib çatmır. Onda B nöqtəsi o biri tərəfin ortasında olur. Deməli hem 3'e hem 6'ya bölünən neçə var? 6'nın özü var. 92. sualımız. Deyir traktör ön ve arka tekerleri radiusları 1 metr ve 1.5 metr olan daire formasındadır. Eğer tekerler üzerinde A ve B nöqtələri yerle temasda olarken traktör hərəkətə başlar. Bayaqki sualın kopyasıdır. Deyir A ve B nöqtələri yeniden eyni anda yerle temasda olması için deməli A nöqtəsi üçün nə tapırıq? L beraber 2 pi r düsturunda 2 vur, 3 vur, R'in yeni 1 yazılır. Olur 6 metr.
B nöqtəsinə baxaq. B nöqtəsi L bərabərdir. 2 vur, 3 vur. Deməli, o birisinin radiyusu 1,5 metrdir. O da bərabər olur neçə? 9 metrədənmiş. Deməli, biri 6 metrdən bir gəlib toxunur. O birisi isə 9 metrdən bir. Bunların hər ikisi eyni anda toxunması üçün 6 və 9'a bölünən bir ədəd. Neçə olacaq? 18 metr yol qət etdikdən sonra bunlar təzədən yenə də eyni yerdə gəlib, yəni A və B bir düz xətt üzərində toxunmuş olacaq. Cavabımız olacaq 18. 93. Uzunluğu 40 santim, eni 32 santim olan düzbucaqlı formalı vərəqdən elə bərabər kvadratlar kəsilməlidir ki, vərəqin hər hansı hissəsi artıq qalmasın. Bu kvadratın tərəfinin uzunluğu ən çox neçə ola bilər? Burada iki tip sual var. Bu zaman neçə kvadrat alınacaq? Bax, çox önemli bir sualdır. 40 və 30 santim onun düzbucaqlı formalı bir vərəq verilir. Baxın, 40 və 32 santim olan belə bir düzbucaqlı formalı vərəq verilir. Bir problemimiz yoxdur. Buradan deyir ki, elə bərabər kvadratlar kəsilməlidir ki, hamısı bərabər olması üçün həm 40'a həm 32'ye bölünən bir ədəd tapılmalıdır. Həm 40'a həm 32'ye. Neçə var? 8. Burada 5 dəfə, burada 4 dəfə olur. Və deyir, bu kvadratların tərəfinin uzunluğu ən çox neçə ola bilər? Kvadratın tərəfinin uzunluğu, yəni balaca kvadratların da, yəni alınan kvadratların tərəfinin uzunluğu 8 santim ola bilər. Ən çox 8 santim ola bilər. Bu zaman neçə kvadrat alınacaq? Biz kvadrat alınması üçün belə eləyəcəksə, 32'ni vuracağı 40'a, böləcəyi 8 vur 8'e. Burada ne baş vermiş olacaq? Birində 4, birində 5. 20 dənə belə kvadrat alınmış olacaq. Cavabımız neçə olacaq? 20. Çox süper sualdır. 94. Deyir, uzunluğu 24 santim, eni 20 santim olan düzbucaqlı formalı vərəqdən elə bərabər kvadratlar kəsilməlidir ki, hər hansı hissəsi artıq qalmasın. Və bu kvadratın tərəfinin uzunluğu ən çox neçə ola bilər və bu zaman neçə kvadrat alınacaq? Biz birinci 24 və 20'ye bölünən bir ədəd tapmalıyıq. Neçə var? 4 var. Burada qalacaq 6. Dikkat edin, 6. Burada qalacaq 5. Deməli, həmin alınan kvadratın uzunluğu, eni və uzunluğu ən çox neçə ola biləcək? 4 santim. Hər ikisinə bölünən bir ədəd 4 santim. Və buradan deyir ki, bu kvadrat tərəfinin uzunluğu 4 tapdı. Neçə ola bilər ki, və bu zaman neçə kvadrat alınacaq? Onda deməli, düzbucaqlının sahəsi 24 vur 20 deyildi. Biz bunu bölməliyik kvadratın tərəfinə 4 vur 4'e. O da bərabər 6 vur 5. Yəni 30 dənə belə kvadrat almış olacaq. Deməli, ən çox 4 olacaq. Cavabımızın da sayı 30 ədəd olacaq. 5. Deyir, rəfdəki kitabları 4-4, 5-5, sonra və ya 8-8 dəstələyib bağlasa, hər dəfə bir ədəd kitab artıq qalar. Əgər kitabları 9-9 dəstələyib bağlasa, artıq kitab qalmaz. Rəfdə ən az neçə kitab ola bilər? Super sual. Deməli, 4-4, 5-5, 4'e bölünməlidir, 5'e bölünməlidir və ya 8'e bölünməlidir. Yəni, alınan ədəd neçədirsə, 4'e, 5'e, 8'e bölünməlidir. Bu zaman hər dəfə bir kitab artıq qalır. Yəni, bu ədəd neçədirsə, yəni alınan ədəd neçədirsə, 4'e bölmək olmalıdır, 5'e bölmək olmalıdır və ya 8'e tam bölünməli. Bu zaman bir kitab artıq qalır. Neçə olar sizcə? Məsələn, mənim ağlıma gəlir ki, həm 4'e həm 5'e bölünən 20 var. 20 8'e tam bölünmür. Doğrudur mu? Onda gəlin 40 götürək. Deməli 40 8'e tam bölünür. Həm 4'e həm 5'e və ya 8'e tam bölünür. Doğrudur. Biz üzərinə 1 gəlsəydi, yəni 21. Sizcə 21 9'a tam bölünərmi? Xeyr. Deməli 40 üzərinə gəlir 1 deyil. 40'ı 2 dəfə artırdıq. Baxın 40 olanda 40 üzərinə gəlir 41, 9'a tam bölünmür. Deməli 41 deyil. Onda 40'ı 2 dəfə artırdıq. Oldu 80. 80'in üzerine 1 gelsek, yani qalıb 1 qalıb. 81 9'a tam bölünər mi? Bəli. Ona göre biz dedik ki, rəqdə ən azı
81 dənə kitab olmuş olacaq. Çox super bir sual. Nə deyəcək? 96. Nə deyə bilərik? Deyirik ki, kitabları 3-3, 5-5 və ya 6. 3-3, 5-5 və ya 6-6 bölmək olur. Doğrudur. Bu zaman bir kitab artıq qalır. Onda biz deyirik ki, belə bir cavab deyirik. Əgər kitabları 7-7 dəstələrə bağlasa, artıq kitab qalmaz. Otaqda ən azı neçə kitab ola bilər? Deməli, biz deyirik ki, 3-3 və 5-5-ə bölünürsə, həm 3-ə, həm 5-ə bölünən bir ədəd tapmalıyıq. Həm 3-ə, həm 5-ə bölünən ədəd neçə var? 15. Eyni zamanda və ya 6-ya bölünür. Deməli, onda olacaq 30. Doğrudurmu? 30. 30 kitab üzərinə gəl 1. Yəni, bir dənə artıq qalırsa. 31 kitab olsaydı 7'ye tam bölünərdi. Xeyr. Deməli, 30 üstə gəl 1 olanda 7'ye tam bölünmədi. Bu deyil. Deməli, bu işimizə yaramır. Keçirik. 30'u 2 dəfə artırırıq. 60 üstə gəl 1. 61 7'ye bölünür. Xeyr. 33 dəfə artırırıq. 90. 33'ə vurduq. Oldu 90. Üzərinə gəl 1 gəldi. Oldu 91. 91 kitab 7'ye bölünür. Bəli. Bu bölünür 13. Deməli, bizim kitablarımızın sayı en azı 91 olacaq. Aydın olabildi. Əziz şagirdlər, uğurlar arzulayıram. Natural ədədlər bölməsi bununla sona çatdı. İnşallah növbəti mövzularda görüşənə dək hər birinizə uğurlar. Bəyənib paylaşmağı da unutmayın. Hələlik.